Ağcabədidə vurulan bu Amerika təyyarəsi Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsini o qədər narahat eləmişdi ki, bu barədə Amerika prezidenti Dwight Eisenhowerə yalnız 10 ay sonra məlumat verilmişdi. SSR-nin tutduğu təyyarə heyəti barədə isə uzun illər Birləşmiş Ştatlarda məlumatlar yanlış təqdim edilmiş, heyətin təhvil verilməməsi ilə bağlı dezinformasiya yayılmışdı. Mərkəzi kəşfiyyatın məxfi planlarının yer aldığı sənədləri yediyini iddia edən ekipaj üzvü mayor Freyer bu barədə düz 30 il sonra müsahibə vermişdi. Bu təyyarə Ağcabədidə vurulanda Birləşmiş Ştatlarda ondan cəmi cümlətanı 2 ədəd qalmışdı. Douglas C-118A hərbi yük təyyarəsi Amerikanın adi nəqliyyat adı altında kəşfiyyat missiyalarında istifadə etdiyi vasitə idi. Yanmaqda olan hərbi təyyarə paraşütlə özünü Ağcabədi çöllərinə atan Amerikan təyyarəçiləri və məxfi əməliyyata rəhbərlik tapşırığı almış DTK-nın əks kəşfiyyat şöbəsinin rəis müavini 35 yaşlı mayor Heydər Əlizoğlu Əliyev. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. 1958-ci ilin 1 may tarixində SSR-i Amerika istehsalı olan Douglas S-16 tipli turbo mühərrikli təyyarənin uçuşu ilə bağlı məlumat əldə etmişdi. Lakin 1958-ci il iyunun 27-sində Moskva vaxtı ilə saat 18:29-da Douglas C-118A Amerika təyyarəsi İrəvan şəhərinin 30 kilometrliyində Ermənistan SSR tərəfdən dövlət hava sərhədini pozaraq 170 kilometrə qədər SSR ərazisinin dərinliyinə keçir. Bakı dairəsi hava hücumundan müdafiə qoşunlarının komandanı general-polkovnik Vladimir İvanov Moskvadakı SSR hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsi ilə əlaqə yaradır. Ona şəraitə uyğun hərəkət edin əmri verilir və İvanov kodu qəbul edir. Dövlət Təhlükəsizlik Xidmətinin tam məxfi qrifli arayışından oxuyuruq. Dövlət sərhədinin pozulması barədə məlumat alınan kimi Bakı dairəsi hava hücumundan müdafiə qoşunları tərəfindən Kürdəmir aerodromundan saat 18:24-də 259-cu Aviasiya Diviziyasının 976-cı alayına məxsus 2 MiG-17 təyyarəsi pozucu təyyarəni saxlamaq üçün havaya qaldırılır. Eskadrilya komandiri kapitan Svitliçkov və həlqə komandiri Zakharov saat 18:44-də 5500 metr yüksəklikdə sərhəd pozucu olan təyyarəni aşkar edir və onu bizim Qaraçala aerodromuna enməyə məcbur etməyə çalışır. Ancaq Amerika təyyarəsi xəbərdarlıq siqnalını məhəl qoymadan sağ tərəfə istiqamət götürərək İran ərazisinə keçməyə cəhd göstərir. Bundan sonra saat 18:58-də qırıcıların atəşi ilə vurulur, alışan və hündürlüyünü itirməyə başlayan təyyarə saat 19:00-da artıq sərhəd pozucu olan təyyarədən 5 paraşütçü yerə tullanır. Saat 19:00-dan bir qədər keçdikdən sonra isə təyyarə Kirovbaddan 95 km cənub-şərqdə yerləşən Azərbaycan SSR-nin Ağcabədi rayonunun Hindarx kəndinə tikilməkdə olan hərbi aerodromun enmə zolağına düşür. Bir neçə dəqiqə sonra isə tamamilə yanır. Hindarxda təyyarə yerə enən kimi aerodromda olan hava hücumundan müdafiə qüvvələrinin əsgərləri tərəfindən mühasirəyə alınır. Şahidlərdən biri deyir, həmin vaxt mən kolxozda mexanik işləyirdim. Toplaşmışdıq kolxoz idarəsinin qarşısına. Gördük ki, səmada atəş səsləri gəlir. Hamı göyə baxdı. Gördü bir təyyarə uçur, Ağcabədi istiqamətində hərəkət edir. İki qırıcı da biri alt tərəfdən, biri üst tərəfdən onu müşahidə edirdi. Amma atəş səsləri də eşidilirdi. Hadisənin şahidi olan xeyli sayda yerli əhali təbii ki, təyyarəyə yaxın buraxılmır. Onlar bir qədər gedib geri qayıdırlar. Hətta müharibə görmüş bəzi adamlar artıq ağlamağa başlayıblarmış ki,
əvvəlcə düşünüblər ki, sanki müharibə yenidən başlayır. Əskərlər təyyarənin içinə girməyə tələsmirlər. Müəyyən müddətdən sonra yanan təyyarənin qapısı açılır və 4 nəfər təyyarə ekipaj üzvü üst başları hiss içində bayıra çıxırlar və dərhal təbii ki, təslim olurlar. Onların təyyarədən düşməsindən sonra təyyarə yenidən alışır. Bu isə sonradan istintaqçılarda təyyarənin qəsdən yandırılması barədə şübhələr yaradır. Çünki hadisə yerində işləyən xüsusi qrup müəyyən edir ki, Amerikalılar yerə düşdükdən sonra 6 dəqiqədən çox təyyarəni tərk eləməmişdilər. Sonradan ağzı açıq vəziyyətdə tapılmış kiçik boş yanacaq qabları da bir daha göstərirdi ki, təyyarə qəsdən özləri tərəfindən yenidən yandırılıb. Təbii ki, bütün bunlar sonradan istintaq zamanı aydınlaşmışdı. İndi isə qayıdaq təyyarədən paraşütlə tullanan 5 nəfərə. 1958-ci il 27 iyun gecə saatlarında SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 33 əməliyyat işçisi Bakıdan Ağcabədi rayonunun Hindarx qəsəbəsinə yola düşür. Onlar 28 iyun səhər saat 10 radələrində Hindarxa çatırlar və vəziyyətin gərgin olduğunu görüb dərhal əməliyyata başlayırlar. Beləliklə, Hindarxda yanan təyyarədən çıxarılmış dövlət əhəmiyyətli materialların və həbs olunan şəxslərin araşdırılmasından, yəni ilkin araşdırılmasından sonra qalan 5 nəfərin və ərazidə qalan cəsus materiallarının axtarışına başlanılır. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsindən axtarış əməliyyatına rəhbərlik etmək o dövrdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci şöbəsinin, yəni Əks Kəşfiyyat şöbəsinin rəis müavini 35 yaşlı mayor Heydər Əlizoğlu Əliyevə tapşırılır. Axtarışın nəticələri haqqında raport Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri polkovnik Fyodor Kapılova təqdim olunur. Beləliklə, axtarış qrupunun rəhbəri mayor Heydər Əliyevin polkovnik Fyodor Kapilovun adına yazdığı raportdan oxuyuruq. 28-30 iyun 1958-ci il tarixlərində ümumilikdə 500-ə yaxın operativ işçi, əskər və yerli fəal Amerika təyyarəsindən tullanan 5 nəfər paraşütçünün axtarışına cəlb olunub. Araşdırma zamanı məlum olub ki, Stalin, Sosializmi və Orconikidze kolxozlarının sədrləri Quliyev, Əliyev, Məmmədov, Üçoğlan Kənd Sovetinin sədri Məhərrəmov, Stalin adına kolxozun partiya təşkilatının sədri Kərimov, kolxozçular Hacıyev, Baxşəliyev, Heydərov, Abdullayev, Məmmədov, Bayramov və başqaları Amerika paraşütçülərinin yerə enməsinə şahid olmuş və onların tutulmasında bilavasitə iştirak etmişdilər. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci şöbəsinin rəis müavini mayor Heydər Əliyev 3 iyul 1958-ci il. Ağcabədidə tutulmuş Amerika təyyarəçiləri isə bunlar idi. Peter Lies, Robert Prince, Denny Şok, James Kane, James Luther, James Holman, Peter Sebo, Earl Rimmer. Həbs olunan Amerikalılar əvvəlcə avtomobillərlə Gəncəyə gətirilir. Onların ayrı-ayrı otaqlarda ilkin ifadələri alınır. 28 iyun saat 13:00-da paytaxtdan gəlmiş xüsusi təyyarə ilə Bakıya gətirilirlər. Dövlət Təhlükəsizlik Komitəsinin binasında onlar üçün ayrılmış otaqlarda saxlanılır və sorğu-sual edilirlər. Sorğu zamanı onlar bildirirlər ki, Ermənistan SSR ərazisində yerləşən Sevan gölünü Türkiyədəki Van gölü ilə səhv saldıqları üçün sərhədi bilmədən pozublar. Lakin sonradan məlum olur ki, bu izahlar həqiqəti əks etdirmir və məhz bu ehtimal nəzərə alınaraq uydurulmuş məlumatlardır. Heydər Əliyevin DTK-da çalışdığı dövr haqda kinorejissor Vaqif Mustafayevin çəkdiyi professional filmində tərcüməçi deyir. 9 nəfər Amerikalı Bakıya gətirildi və hər bir ekipaj üzvü ilə əsaslı surətdə iş aparılmağa başlandı. Amerikalı təyyarəçilərin dindirilməsi ilə şəxsən Heydər Əliyev məşğul olurdu. Mən dindirmədə tərcüməçi qismində iştirak edirdim. Heydər Əliyevin ustalığına
heyran qalmışdım. O istintaqı ilə aparırdı ki, istintaq olunanları almaq istədiyi cavabı elə razılaşdırırdı və hazırlaşdırırdı ki, onlar özləri də hiss eləmədən faktiki olaraq Cənub-Şərqi Asiya, Türkiyə, Pakistan, Avropa ərazilərində onlara məlum olan bütün Amerika hərbi hava limanlarının yerlərini gah bilərəkdən, gah da bilməyərəkdən deyirdilər. Dövlət Təhlükəsizliyi Arxivində Amerikalıların təhvil verilməsi haqqında tam məxfi qrifli sənəddə qeyd olunur. İyul ayının əvvəlində Moskva vaxtı ilə səhər saat 7-də Amerikalıların təhvil verilməsi üçün danışıqlar başlanır. Danışıqları Lənkəran Sərhəd Dəstəsinin komissarı Polkovnik Kuzmin və İrandakı Birləşmiş Ştatlar Hərbi Hava Ateşisi Polkovnik John Baska aparmışdı. Tərcüməçi isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci şöbəsinin əməliyyatçısı Ziya Yusifzadə olub. Hansı ki, həmin Ziya Yusifzadə əvvəlcə Heydər Əliyevin tutduğu vəzifədə, yəni Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri, uzun illər sonra isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına akademiyasının rəisi vəzifəsində çalışıb. Gördüyümüz kimi Amerika tərəfinin yaydığı məlumatların bir hissəsi dezinformasiya idi. Sonralar məlum oldu ki, bu hərbi yük təyyarəsi ilə bağlı əməliyyat Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Allen Dulles'in xüsusi tapşırıqlarından biri imiş. O Allen Dulles ki, ölümündən illər sonra SSR-nin dağıdılması planı, yəni Dulles planı üzə çıxmışdı və bu çox dəhşətli bir plan idi. 1990-cı illərdə Amerika qəzetlərinin birinə müsahibə verən ekipaj üzvü Polkovnik Brunman etiraf edir ki, təyyarədə olan 9 nəfərdən 3-ü xüsusi xidmət orqanlarının əməkdaşları idi. Elə həmin ekipaj üzvlərindən olan Mayor Freyr isə bildirirdi ki, təyyarə yerə düşməzdən əvvəl SSR-ə qarşı kəşfiyyat əməliyyatlarına dair sənədləri parça-parça edib şəxsən özü yemişdi. Ona görə də SSR-nin o dövrdəki siyasi rəhbərliyi tərəfindən təyyarəçilərin daha geniş sorğu-suala çəkilməsinə icazə verilsəydi, çox güman ki, bu faktlardan daha çoxu elə həmin vaxt üzə çıxacaqdı. Ancaq Sovet ali rəhbərliyi onsuz da gərgin olan münasibətləri, yəni Xruşov və Amerika münasibətlərini daha da qızışdırmaq istəmir və Amerikalıların vətənlərinə qaytarırlar. Yəni vurulan təyyarənin bir yük təyyarəsi olduğunu etiraf edirlər. Ağcabədi səmasında vurulan bu sirli təyyarə hadisəsi illərlə gizlədilən həqiqətlər, dezinformasiyalar və unudulmuş sənədlərlə soyuq müharibənin görünməyən cəbhəsini açıq şəkildə ortaya qoyur. Bəlkə də ən böyük sual budur. Əgər bütün faktlar zamanında üzə çıxsaydı, bu proses soyuq müharibəyə, birbaşa SSR-nin tarixinə necə təsir edəcəkdi? Salamat qalın.